İmam Buxarinin rivayətində, səhihində gəlir ki, Muhammed sallallahu aleyhi ve sellem 10 nəfərdən ibarət kiçik bir dənə dəstə göndərir, səriyyə. Səriyyə ona deyirlər ki, Muhammed sallallahu aleyhi ve sellem özü orada iştirak eləməyib. Var qazva, ordu, döyüş, var səriyyə. Səriyyə odur ki, özü orada olmuyor. Qazvlarda, yəni döyüşlərdə Peyğəmbər sallallahu aleyhi ve sellem iştirak edib. 10 nəfərdən ibarət dəstə göndərir. Bir rivayətdə gəlir ki, müşriklər hilə qururlar və Peyğəmbər sallallahu aleyhi ve sellemdən qisas almaq üçün və ya sahabələrdən qisas almaq üçün, hansı ki o sahabələr və ya Muhammed sallallahu aleyhi ve sellem onun tərəfdarları öldürmüşdü Uhud döyüşündə, Bədir döyüşündə onların yaxınlarını. Onlar da qisas almaq istəyirlər. Və xəbər göndərirlər ki, hilə ilə bir neçə nəfər ver bizə və bizdə müsəlman olmuşuq, İslamı qəbul eləmişik, bizə öyrətsinlər dini, tövhüdü, Quranı və s. Bir rivayətdə gəlir ki, Muhammed sallallahu aleyhi ve sellem özü onları göndərir. Alə kulli həl, birincidən danışlar, Peyğəmbər sallallahu aleyhi ve sellem onları göndərir, 10 nəfərdirlər. Və onlara başçı olaraq təyin edir Muhammed sallallahu aleyhi ve sellem Asim İbn Səbit Əl-Ansari radiyallahu anh'unu başçı təyin edir onların üzərinə. Və orada da Xubey ibn Adi radiyallahu anhu, o da ənsarlardandır, o dəstədə olur. Həmçinin Zeyd ibn Düsənə adında sahabə, o da orada olur və onlar gedirlər. Yola düşürlər və müşriklərə də xəbər çatır ki, onların izi ilə gəlir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem onlara göndərir ki, gedin Abu Sufyandan və onun ordusundan xəbər getirin. Belə deyə də kəşfiyyata göndərir onları ki, onlar da məlumat getirsinlər. Və onlar gedəndə müşriklər də 100-ə yaxın ox atanlar hazırlayırlar. Hamısı mahir ox atanlardır. Ki, onları gedin gətirin. Və onlar da gəlirlər. Bu sahabələrin arxasıca gəlirlər və səhrada görürlər ki, bir yer var, orada insanlar dincəlib, istirahət edirlər. Gəlib baxıb görürlər ki, o istirahət olunan yerdə bəzi əşyalar və xurmalar var. Xurmalara baxıb deyirlər ki, hə, vabula olardı. Çünki xurma Mədinə xurmasıdır, Yəsrib xurmasıdır. Və ondan tanıyıb izlərinə düşürlər. Və gəlirlər, nəhayət onları haqlayırlar və Asim İbn Səbit Əl-Ansari deyir ki, sığınırıq dağa. Çəkilirlər dağa. Dağa çəkiləndə o müşriklər, ox atanlar mühasirəyə alırlar dağı. Və bunlara xitab edirlər ki, vəssalam. Yəni, bundan o yana yoxdur. Təslim olun, amma əhd eləyirik ki, sizi heç kim öldürməyəcək. Yəni, sizə dəyməyəcək. Asim İbn Səbit Əl-Ansari baxırlar bir-birlərinə hamısı o 10 nəfər. Deyirlər, nə deyirsiniz, təslim olaq. Asim İbn Səbit Əl-Ansari deyir ki, vallahi mən müşrikin əlinin altında ola bilmərəm. Vəssalam, döyüşəcəyik onlarla. Az da olsaq döyüşəcəyik. Və döyüşürlər. Asim radiyallahu anhu İslamı qəbul edəndə belə bir dənə dua eləmişdi Allaha ki, ey Rəbbim, səndən bir dənə istəyim var. İslamımdan sonra nə mənim əlim bir dənə müşrikin bədəninə toxunmasın, nə də onların əli mənim bədənimə toxunmasın. Belə bir şey demişdi İslamı qəbul edəndə. Və həmin anda da döyüşəndə Allaha dua edir ki, ey Rəbbim, gündüzləri dinivi qoruduğum üçün gecə mənim cəsədimi qoru. Onların əlinə düşməsin. Və döyüşürlər. Asim İbn Səbit Əl-Ansari daxil olmaqla 7 nəfər şəhid olur orada. Və Asim İbn Səbit radiyallahu anhu Uhud döyüşündə bir qadın var idi. Süləfə binti Səid adında qadın, əl-müşrikə, müşrik qadın idi. Onun evlatlarından ikisini öldürmüşdü. Və üçüncünü də yaralamışdı. Möhkəm ox atan idi radiyallahu anhu. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem onu göstərirdi ki, kim ox atmaq istəyirkən Asim kimi atsın. Kim döyüşmək istəyirsə onun kimi döyüşsün. Və o qadının evlatlarını oxla vururdu. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, necə vururdun onları? Deyir, ya Rasulallah, dəqiq nişan alıb atırdım. Dəqiq nişan alırdım, atırdım, vururdum onları. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem onu tərifləyir. Və döyüşürlər, ölür. Orada da qalır 3 nəfər. Xubey ibn Adi və Zeyd ibn Düsənə, bir dənə də başqa sahabə. Həmin Asim İbn Səbit Əl-Ansari o qadının 2 evladını öldürüb birini də yaralamışdı. Və qadının 3-cü oğlu yaralı olanda qadın ondan soruşmuşdu ki, kimin oxuna tuş gəlmişsiniz? O da imkanlı qadın idi, varlı idi. Onlar
Deyirlər ki, filan kəs. Qadın orada vəd verir ki, kim onun başını gətirsə, 100 dənə dəvə verəcəm və 100 dənə dəvə də o vaxt üçün böyük bir mükafat idi. Və onun başının sümüyündə içki içəcəm həmin adamı. Onları öldürənlər, Asim ibn Səbiti və onunla bir yerdə onları öldürənlər deyirlər ki, bu odur. Süləfə binti Səid mükafat verib həmin adamdır. Gəlin onun başını götürək aparaq. Və bu 3 nəfər qalan da baxırlar bir-birinə deyirlər ki, yaxşı, gəlin təslim olaq. Bunlar da söz verib, bizi öldürməyəcəklər. Düşürlər, təslim olurlar. Və təslim olanda bunları bağlayırlar, kəndirləyirlər. Orada o adı bilinməyən sahabə deyir ki, həzə əvvəlül qadr, artıq xəyanət elədiniz. Və başlayır onlara müqavimət göstərməyə, təslim olmur. Və onlar da onun əlini ayağını bağlamaqdan aciz qalıb, bacarmırlar, öldürürlər onu da şəhid edirlər. Radiyallahu anil cəmi, Allah onların hamısına razı olsun. Və ikisi qalır. Xubey ibn Adi və Zeyd ibn Düsənə. Bunların da hadisəsi olur. Və gözləyirlər ki, Asim ibn Səbitin başını götürsünlər. Və onun cəsədinə yaxınlaşanda rivayətdə gəlir ki, Allah subhanahu ta'ala sürü ilə yabanı arı göndərir. O da Allaha dua eləyib baxır. Vallahi belədir qardaşlar. Vallahi billahi və tallahi belədir. İn tansurullah yansurukum. Və yuthabbit aqdamakum. Əgər Allah kömək etsəniz, Allah da sizə kömək eləyəcək və sizi sabit eləyəcək. Elə ola bilər, ihfazillah yahfazuk. Ey uşaq, İbn Abbas'a dedi Muhammed sallallahu aleyhi ve sellem, Allah'a qoru, o da sənə qorusun. O sənə heç verər, verməz. Ölüsün belə verməz, vallahi. Yabanı arılar göndərir sürü ilə. Bunlar o yaxınlaşmaq istəyəndə onun cəsədinə mühasirəyə alır həmin arılar Asim ibn Səbitin cəsədini. Yaxınlaşa bilmirlər. Aciz qalırlar. Deyirlər ki, yaxşı. Gəlin gecəni gözləyək. Gecə olanda o həşəratlar dağılışacaq. Götürüb apararıq. Və rivayətdə gəlir ki, Allah subhanahu ta'ala elə bir dənə sel göndərir ki, ondan əvvəl elə sel gəlməmişdi. Asimin cəsədi itir. Yox olur cəsədi. Əllərinə keçmir.